Deməli belə, bu cücü qonaqlarımızdan biri Hyundai Accent avtomobildir. Deməli bu avtomobil bizi bir usta həmkarımız var, o göndərib. Düzdür, o da ustadır, amma başqa sektorda, yəni avtomobil sektorunda, o yağ dəyişmə sektorunda belə deyək. Ustadır, sağ olsun bizim yanımıza göndərib. Avtomobili demək yanımıza yaxınlaşdıq. Bu krişkanın qapağını açdıq deməli. Burada benzin iyi gəlir. Kəskin benzin iyi gəlir. Bunun da iki səbəbi olur. GDI mühərriklərdə Aycanaxı buyur. Hə, GDI mühərriklərdə bunun iki cür səbəbi olur. Bir deməli TMV-dən nasos, yəni GDI nasos, bir də ki yüksək təcili farsunkalar. Ya farsunkada problem olanda yanacaq yağı qarışır, ya da ki GDI-də olanda problem olanda ki GDI yanacaq saxlaya bilmir, verir karterə və yağ normaldan çox çıxır. Biz də şübhə çəkdik, normaldan da çox yağ var idi. İndi biz bunun yağını da dəyişəcəyik. Avtomobilin farsunkaların hamısı qoyduq stenda. Saxla. Gəl bura. Gəl bura. Davam. Yaxınlaş. Farsunka hamısı təzyiq verir, təzyiq saxlayır, amma bu farsunka təzyiqi saxlamır. Görürsünüz, yanacağı verir. Belə olanda yanacaq saxlaya bilmədiyini görə verir və karterə və sonradan mühərrikin dağılma ehtimalı ola bilir. Belə olmaması üçün vaxtı-vaxtına yaxınlaşın, ən azından check-up yoxlanış elə ki, avtomobilinizin farsunkalarında problem var yoxsa yox. Bağlı geçin.